Qaz və işıq üçün yeni sabit aylıq tarif olacaq. Elektroenergetika haqqında və qaz təchizatı haqqında qanunlarına təklif edilən dəyişiklikdə məqsəd nədir? Bu dəyişiklik vətəndaşlara, abonentlərə necə təsir edəcək? Azərbaycanda 2028-ci ilin ortasına qədər elektroenergetika sahəsini tam şəkildə bazar relsləri üzərinə keçirilsin və bundan əlavə də qaz təsərrüfatı qismən bazar iqtisadiyyatı ilə idarə edilsin və o qurumun, yəni söhbət gedir Azəriqazın, onun maliyyə təsərrüfat vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxartsın. Bu dövlət üçün, dövlət şirkəti üçün, hansı ki Azəriqaz, Azərbaycan Dövlət Neft Şirkətinin tərkibindədir, onun üçün əlavə yüklər yaratmaz. Bir sıra MDB ölkəsində bu cür tariflər sayğacaq xidmət tarifi kimi adlanır. Bu tariflər ölkələrin iqtisadi durumuna görə müəyyən edilir. Qərb ölkələrində abonentin kommunal ödənişlərdən əlavə illik xərci 100-300 dollar təşkil edir. Ən yüksək tarif Böyük Britaniyadadır. Yeni Zelandiyada isə tariflər günlük hesabla abonentə göndərilir. Bu xidmətə qoşulan zaman kommunal xərciniz olmasa belə tarifə uyğun olaraq ödəniş edilməlidir. Bu tarif özündə məhz qoşulmaq, yəni bu xidmətdən istifadə etmək üçün fiksasiya edilmiş tarifdir. Dünyada bu çox şaxəli yayılıb və inkişaf səviyyəsindən, yəni gəlirlik səviyyəsindən asılı olaraq bunun xərcləri də demək dəyişir. Fərqi yoxdur. Siz sadəcə əhali qrupusunuz, kommersiya qrupusunuz, dövlət qrupusunuz, sizin texniki şərtiniz varsa, siz sayğacınız varsa, siz aylıq ona xidməti ödəməlisiniz. Ekspert bildirir ki, postsovet məkanda bu ödənişlər təxminən 70 qəpiklə 1 manat arası dəyişir. Fidan Əsədli, Səbuhi Mustafayev, Şəbnəm Qurbansoy, Xəzər xəbər. Salam aleykum əziz dostlar, hər vaxtınız xeyir olsun. Mən Rəşid Aşqın İbrahimov. Sizləri Astaranın ən gözəl kəndilərindən biri Miki kəndindən salamlayıram. Əziz dostlar, bu cür ballarımızdan kim əldə eləmək istəyirsə 055 607 57 07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və sizlər üçün də qəşəng bir kampanyamız var. Bir balon bal alırsınız əziz dostlar. Baxın, bir balon bal alırsınız, 1 kilo üstündə hədiyyəmiz var. Azərbaycanın bütün bəlgələrinə də çatdırılmamız tam pulsuz şəkildədir. Ballarımıza da 100% garantiyasını veririk. Və hal-hazırda gördüyünüz bu yer, bu dağlıq, bu gözəl ərazi bizim Astaranın ən orijinal kəndlərindən biri Miki kəndinə, yəni kəndidir. Təbiəti ilə, gözəlliyi ilə sevsilən bir kəndlərimizdən biridir. Əziz dostlar, ballarımıza 100% garantiyasını veririk. Əldə eləmək üçün 055 607 57 07. Yəni bu kampanyamız bir balon alana 1 kilo alan hədiyyə olan kampanyamız Ramazan ayının axırıncı gününə kimidir. Yəni hələ ki 14-15 gün var. Siz də tələsin, bu cür ballarımızdan əldə eləmək istəyirsinizsə qeyd elədim. Nömrə ilə əlaqə saxlayın. Təşəkkürlər.